Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzinin 20 aprel 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının ətraflı izahına birlikdə baxacağıq. Rəsm Dərnəyi çərşənbə axşamı dərsdən sonra 202-ci otaqda toplanacaq. Görüşün məqsədi yeni layihə üçün ideyaların müzakirəsidir. Dərnək üzvləri öz avadanlıqlarını gətirməlidirlər. Hər kəs dəvətlidir. Rəsm klubunun üzvləri yeni layihə üçün fikirlərini bölüşəcəklər. Həqiqətən də burada da bu qeyd olunub. Doğru variantım C variantı. 6-cı sualımızda ingilis dilini öyrənmək üçün əyləncəli bir yol axtarırsan, o zaman bizim dil mərkəzimizdəki dərslərə qoşul. Burada danışacaq, dinləyəcək və yeni dostlar qazanacaqsan. Bu gün qoşul və bütün il üçün xüsusi endirim əldə et. Dil mərkəzi ingilis dilini öyrənməyin əyləncəli yolunu təklif edir. 7-ci sualımızın tərcüməsi. Hər kəsə salam. Cümə axşamı müzəyə məktəb gəzintisi təşkil olunacaq. Xüsusi təkliflərdən yararlanmaq üçün şagird vəsiqənizi özünüzlə gətirməyi unutmayın. Saat 9-dan əvvəl məktəbin qarşısında toplaşın. Doğru variantım D variantı. Şagirdlər xüsusi endirim əldə etmək üçün vəsiqələrini gətirməlidirlər. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağam. Ekranı dayandıraraqdan ətraflı şəkildə baxa bilərsiniz. Gəlin suallarımıza baxaq. Mətn nə haqqındadır? Xüsusi olimpiyadanın tarixi haqqındadır. 9-cu sualımızda yanlış olan variantın seçilməsi tələb olunur. B variantında qeyd olunub ki, xüsusi olimpiyada hər 5 ildən bir keçirilən idman tədbiridir. Lakin hər 5 ildən bir yox, hər 2 ildən bir keçirilən bir idman oyunu olduğu görülür. Ona görə yanlış variantın B variantı. Verilmiş cümlənin ardını tamamlamalıyıq. İlk xüsusi olimpiyada oyunlarında az iştirakçı iştirak etdi. Çünki bu barədə az adam məlumata sahib idi. 11-ci sualımızda nə üçün Dr. Hayden Rose Kennedy'dən yardım istədi? O, Kanada hökumətindən yetərli dəstək ala bilmədi. Doğru olanları seçməliyik. Birinci, Dr. Hayden çox zəngin və güclü bir adam idi. Xeyr. Çünki o, Rose Kennedy'dən yardım istəyirdi. Yəni, yardım istəyən biri güclü və varlı ola bilməz. İlk olimpiya oyunları uğurlu deyildi. Lakin mətndə qeyd olunmuşdu ki, çoxlu insan iştirak etmədi. Bununla belə yaxşı bir başlanğıc idi. Yəni, yaxşı bir başlanğıc olduğu mətndə qeyd olunub. Xüsusi olimpiya oyunları 1960-cı illərdə keçirilib. Bəli, 1968-ci ildə ilk dəfə Chicagoda keçirilib, doğrudur. 2 növü olduğu qeyd olunub. Bu da eyni zamanda doğru variantımızdır. Mətndə qış və yay oyunları olmaqla 2 hissəyə bölündüyü qeyd olunub. 13-cü sualımızda düzgün söz önlərinin seçilməsi tələb olunur. Taken mənim məchul növdə olan bir xəbərimdir. Burada deyir ki, şəkillər mənim dostum tərəfindən çəkilib, yəni tərəfindən olduğu üçün by, nə ilə çəkilib? Mobil telefonla çəkilib, i ilə yazılmalıdır. Doğru variantım D variantı. Burada məchul yoxsa məlum növdə olmasına diqqət yetirmək lazımdır. Əslində mənə birinci cümləmizdəki bydan məlumdur ki, bu cümləmiz məchul növdədir. Y variantını atıram. Digər tərəfdə isə artıq məlum növdə olduğu görünür, çünki onlar polislərə onu verdi. Bu şəkildə passive voice yaza bilmərəm. Eyni zamanda da zaman uzlaşmasına diqqət yetirmək lazımdır. İndiki zaman, keçmiş zaman yanlışdır. Keçmiş zaman, indiki zaman yanlışdır. Doğru variantım A variantıdır ki, kəndlilər tərəfindən pul tapıldı, onlar onu polisə verdi. Passive voice qaydası ilə bağlı xüsusi çətinlik çəkənlər yuxarıda çıxan hissəyə toxunaraqdan passive voice mövzusunu izah etdiyim detallı izah videosuna keçid edə bilərlər. Burada xüsusi diqqət yetirmək lazımdır ki, passive voice-un quruluşu necədir? Özünə məxsus strukturu ekranın sol tərəfində paylaşacağım. A variantında həmin quruluş yoxdur. Yəni, keçmiş sadə zamandadır, to be-si verilməyib. B variantında da daim edici zamanda verilib, lakin daim edici zamanlarda being olmalıydı. D variantında yenə to be yoxdur. Eyni şəkildə Y variantında da to be yoxdur. Lakin fikir versək B variantına, to be üstəgəl participle to. Qeyd olunur ki, pambıq Azərbaycanın müxtəlif hissələrində yetişdirilir. 16-cı sualımızda hər biri sayılan isimlərdir. Bu cəhətdən qarşısında mütləq şəkildə article olmalıdır. Article olmayanları çıxaraq, 2 variant arasında qalırıq. Bilirəm ki, ən artiklı yalnız saytlə başlayan isimlərdə
istifadə olunur. Burada isə isim samitlə başlayır. Bu cəhətdən də çıxarda bilərəm. Doğru variantım B variantı. 17-ci sual tərcüməyə əsaslanır. Bir insanın davranışı və yaxud da hərəkət tərzi. Yəni doğru variantım Y variantı. Bu da eyni şəkildə manner, davranış, hərəkət tərzi deməkdir. Can'dan sonra to gələ bilməz, might'dan sonra to gələ bilməz, have'dan sonra to gəlməlidir. İki variant arasında qalıb tərcüməyə baxıram. Mənim anam çox yorğundur. Mən ona kömək etməliyəm. Doğru variant B variantı. 19-cu sualımız uzlaşma qaydasına aiddir. Mübtəda xəbər uzlaşması qaydası ilə bağlı xüsusi problem yaşayanlar yenə yuxarıda çıxan hissəyə toxunaraqdan ətraflı izah videosuna keçid edə bilərlər. Mübtədada söz önü olduqda söz öndən əvvəlki sözə baxaraqdan uzlaşmanı həyata keçirdirəm. In söz önümdür. Söz öndən əvvəlki sözüm information təkdədir. Təkdə olduğu üçün 2, 5. Doğru variantım C variantı. Birinci variantda isə will'in BC yoxdur. Bu cəhətdən səhv variantdır. 20-ci sualın düzgün yelkalının seçilməsi ilə bağlıdır. Qarşısında işarə əvəzliyi istifadə olunub. Həm işarə əvəzliyinə, həm də ki, ismin özünə baxmaq lazımdır. Ümumiyyətlə kökdən dəyişən isimlərin yərik alı bir qayda olaraqdan apostrof S vasitəsilə düzəlir. Eləcə də baxmaq lazımdır ki, hansı işarə əvəzlikləri təkdədir, hansılar isə cəmdədir. B variantında ümumiyyətlə yərik hal düzgün verilməyib. C variantında işarə əvəzliyi cəmdədir, lakin isim təkdədir. D variantında yenə düzgün verilməyib. E variantında işarə əvəzliyi təkdədir, ism isə cəmdədir. Doğru variantım A variantı. İşarə əvəzliyi cəmdədir. Eyni zamanda ismim də cəmdədir və cəmdə olduğu üçün apostrof S formatında verilib. 21-ci sualımız xüsusi suala əsaslanır. Ümumiyyətlə əgər xüsusi sual sözündən sonra birbaşa xəbər gəlirsə, bu zaman ya what ya da who qoymalıyam. Çünki yalnız mübtədaya sual verdikdə birbaşa mən xəbəri gətirə bilirəm. Burada isə söhbət kofeni düzəltməkdən getdiyi üçün mən yalnız kim olduğunu bildirə bilərəm. Nə olaraq yaza bilmərəm. Bugün kofeni kim düzəldir? 22-ci sualın bağlayıcının seçilməsi tərcüməyə baxmaq lazımdır. Onlar məni partiyaya dəvət etmədi. Yəni beləliklə mən getmədim. 23-cü sualımızda definitionlardır. Honest, dürüst, patient, səbirli, creative, yaradıcı. Dürüst, hər zaman doğrunu deyən, səbirli, uzun müddət gözləməyi bacaran, yaradıcı, çoxlu təsvirləri və yeni ideyaları olan. Doğru variantım Y variantı. 24-cü sualda yaxın mənalı, yəni sinonimlər tapmaq tələb olunur. Gözəl, xoşbəxt, qəmgin, uzun, qısa, köhnə, kobud, çətin, asan. Doğru variantım A variantı. Hər ikisinin tərcüməsi gözəl deməkdir. 25-ci sualımızda antonimlər tələb olunur. Təhlükəli, təhlükəsiz, çirkin, ağıllı, müxtəlif, qədim, sıxıcı, maraqlı. Doğru variantım 1 və 4. Video izahı bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi, eləcə də şərh yazmağı unutmayın. Dərslərlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrəyə yaza bilərsiniz.